Selamlar, saygılar, əziz və dəyərli izləyicilərə. Bu videoda gəlmişəm Türkan saytı sizə tanıtdıram. Türkan sayt ya Türkan.site fərq eləmir. İkisi də birdir. Türkiyədə olur Türkan.site və bizim dildə, Azərbaycanlıda olur Türkan.site. Yaxşı, Türkan sayt nə mənadır? Əsən nə dərdimizə dəyər? Gəlmişəm sizə qane eləyəm ki, hələ 7 dəqiqə bir seri kilik eləyəsiz sayta və bir baxasız sayta, görəsiz nə cürdur, nə iş görməlidir. Əsən nə üçün düzəlibdir? Bəs idam edirəm. Türkan sayt türklərə oluşturulan bir webdir. Amma dərhal hazır 3 dənə dilə tərcümə olur ya çevrilir. 3 dənə dil nə mənadır? İstanbul, Bakı və Təbriz. Bu dillərə tərcümə olur. Ondan sonra nə mənadır əslən? Bu saytın 6 dənə bəxşi vardır. Biri əvvəl səfərdir, ikinci əxbardır, üçüncü əyləncədir və dördüncü fikir veblogdur, 5-ci tarix və fərhəngidir və 6-cı əbzarlardır. Mən isə axırdan əvvələ gələm. Axırdan əvvələ gəlsək, əbzarlara gəlirəm. Əbzar bəxşində əvvələn tarix dəyişdirəni var ki, eləyə bilərsiniz miladidən şəmsiyə və şəmsidən miladiyə təğyir verəsiniz o tarixi. Məsələn, təvəllüd 1375'dir, onu filan ay, filan günü orada yazırsınız və axırda miladsını alırsınız, ya bərəks. Çıxırıq eşə nə mənə vardı? Dildaş vardı. Türk dilində əvvəlin çevirimci ya mütərcim ki, İstanbullu və Azərbaycanlı dilləri bir-birinə çevirir və əlbəttə bu da vardı ki, Təbriz türkçəsi ki, bu mənzurum bura türkçəsidir, Ərdəbil, Urmiyyət. Ləhcədən çox da bir-birimizə yaxınıq, ona görə mən deyəm Təbriz. Paytaxt ünvanını Təbrizin ad aparıram. Məsələn ki, İstanbulun adını gətirirəm ya Bakının adını gətirirəm. Çünki paytaxt, fəqət sən paytaxtın adını aparam və xülas olsun. Və ərzəm xidmət bu dillərə tərcümə edir və onları çevirir. Ondan sonra bir maşin hesabımız vardı Qurtkalik adında. Maşin hesabdan sonra çıxırıq eşiyə. Nə mənə müvaciə oluruq? Türkbotla. Türkbot nə mənadır? Bir chatbotdur türk dilində. Amma indiyə fəqət əlanlıq fəqət Təbriz türkçəsinə danışa bilərik. Özdə fikirəm 2000 kəlmədən çox poştiban eləmir, fəqət fikrim ilə 2000 kəlməni poştiban eləyir və inşallah izafələdəcək bunları. Ondan sonra fərhəng bəxşimiz vardı. Fərhəng və tarix. Orada da keçsəz blog və məqalələri görə bilərsiniz onun üçün. Türk tarixinə rəbdə olan blog və məqalələri, cümlə Babəki tanımaq üçün, silsilələri tanımaq üçün, Səfəvilər, Səlcuqlar və bunların hamısına görə məqalə yazmışıq. Və keçənki videoda dediyim kimi, mən də öz kanalımda, YouTube kanalımda upload eləyəcəm videolar. Yəni oradan da baxmasaq, videoya kilik edib gəlib baxa bilərsiniz. Ondan sonra hangi bəxşimiz var? Bəxşi blog. Blog bəxşində mütəfavit halətdə. Misal, məsələn, Türkün paytaxtları, Türk silsilələrin paytaxtların orada tanıtdırıram, Türk yeməklərini tanıtdırıram və bu cür mövzularda upload olunacaq inşallah yavaş-yavaş. Ondan sonra bir səfərimiz var, əyləncə. Çox gözəldir. Eləyə bilərsiniz nağıl və hekayələrə baxasınız.
Təpəgöz, Arşın Malalan, Koroğlu, Leyli Məcnun və bu cür nağıl və hekayələrə baxasınız. Türkü olan nağıl və hekayələrə. Və şair və şeir səhifələri vardı. Taza şairlərdən yazmışıq orada. Ondan sonra məruf və məşhur şairlər Nizami, Fuzuli, Mövlana, Xəyyam da, hətta Xəyyam da vardı. Şəhriyar, Qaraçoğlu və bu cür şairlərdən burada yazmışıq. Həttəmən baxın onlara da. Və aşağıda da bir daha random şeirlər vardı ki, siz gələ bilərsiniz, ikilik eləyəsiniz və ayrı bir şeir. İkilik elə, məşhur şairlər, taza şeir və özümüz yazdığımız şeirlər də vardı. Ondan sonra əyləncə bəxşində bir də ata-baba sözü vardı. Onları da yazmışıq, həmin zərbun məsələ, türkü zərbun məsələlər. Onları da orada yazmışıq, upload eləmişik. İnşallah baxarsınız və əxbar bəxşi. Əxbar bəxşində də türklərə rəbdə olan əxbarları, xəbərləri orada upload edirik. Hala kamil dəyərlər, bilaj, tarix və bunlar. Və əlbəttə kamil də olmayacaqlar, çünki çoxdular. Və biz qol verirəm ki, biz gündə tarix səhifəsinə, tarix bəxşinə və bilaj və əxbar bəxşinə muhtəva izafələdəcəyik. Fəqət biraz karbər və baxan istəyirik ki, bizim işlərimiz görsün və himayət eləsin. Ondan sonra fəqət bunu deyim, muzik bəxşi də vardı ki, bu gün hala tərrahisini eləmişik, bəlkə indi işləməmişik, bəlkə indi də işləyəcək inşallah və upload eləyəcək. Qutular bir günə, 2 günə həll olacaq o. Buna da deyim ki, kollən 6 bəxşlər Türkan və çoxalacaq. Dil bəxşi, dil və ədəbiyyat bəxşi gələcək. Çalış və müsabiqə bəxşi gələcək. İttilaatlarınızı Türk tarixində, coğrafiya və şeir, ədəbiyyat bəxşlərində suallar soruşulacaq və siz cavab verdikcə rütbəz gedəcək usta və çalış ünvanında gələcəklər. Ola bilər müsabiqələr gələcək və caizələr də həttəmən olacaq, amma yavaş-yavaş da. Və tənzimatda da ki, türk dillərinə vura bilər çevirir. Ondan sonra dediyim kimi Türkan elə buna kollən qutarmır elə burada və update verəcəyik və yenə də deyirəm, karbər də gəlməsə biz hədəfimizə yetişənəcən biz update eləyəcək saytı və işlərimizi aparacaq qabağa. Əsən, əgər himayət eləsə çox sevinərik ha, vəli himayət də olmasa qol vermişəm ki, əngizəmi aparmayam və idamə verəm. Haracan ki eləyə bilirəm, idamə verəm. İnşallah ki, cibiz dolu və fikriniz azad olar. Yaşayasınız, Xudahafiz.